Bismillahirrahmanirrahim. Müvalat nə deməkdir? Müvalat termini fiqh kitablarımızda gəlib. Alimlər deyiblər ki, dəstəmazda müvalat şərtdir, amma qusulda şərt deyil. Cavab: müvalat ardıcıl mənasındadır. Yaxud başqa ibarətlə fasilə qoymamaq. Dəstəmazda müvalat bu mənadadır ki, əgər başladın dəstəmaza, əməlləri ardıcıl yerinə yetirin. Yəni, əgər başladınız üzlü yumağa, üzlü yuyandan sonra sağ əl üzü, sonra sol əl üzü. Çünki görmüşük, bəziləri başlayırlar üzün yumağa, başlayırlar telefonla oynamağa, 2-3 dəqiqədən sonra gəlirlər sağ əlin yuyurlar, sonra sol əlin. Bu halda dəstəmaz batildir. Amma qusulda şərt deyil. Qusulda, məsələn, siz başlayasınız başınızı yumağa, sonra 1 saatdan sonra fərzlə su kəsildi. 1 saatdan sonra eləyə bilərsiniz, sağ üzünüzü yuyasınız. Bir problemi yoxdur. Qusul düzdür. Vəssalamu aleykum və rəhmətullah.